qorxudan şəkər tapdım, yaxud da təzyiq tapdım. Ömrü boyu rahat adam olmuşam. Deyib gülən, yeyib içən mənim yanıma elə gül, bazburtlu, samballı kişilər gəlib də görsün. Çıxardıram bayıra, deyirəm ölümdən qorxursan, deyir hə doktor ölümdən. Çoxlu avariya, avtoqəza izləyən adamın özünün başına avtoqəza tezliklə gələ bilər. Kişi adam qorxmaz. Təşvişli pasiyentlərimin çoxu kişidir. Bütün həyatı qorxusunu bastırmaqdan ibarət. Ya öləcəm, ya ağlımı itirəcəm qorxusudur. Bir gün partlayır. Necə partlayır? Kişi xeylağı 3 dəfə qapıda belə tıqqılır, heç kim də görməz, sakitcə eləyir ki, birdən 3 dəfə vurmasam, 3 uşağım var, 3 dəfə vurum ki, 3-ü də sağ qalsın. 2 dəfə vursam, biri öləcək. Stresli olan insanlar gecə yata bilmirlər. Yata bilmirəm deyən adamın psixi səbəblərini araşdırırıq. Bəzi hallarda məcburuq ki, psixiatrik dərmanların təyinatına yol açaq. Amma qabafoz kimi dərmanları yenə deyirəm, təbii yolla sinir sisteminin o gücünü artır. Beynimizlə dostluq eləməliyik. Ora girən virusları, troyanları, o kompüterə girən hər şeyi üzə çıxardıb həll eləməliyik. Xoş gördük hər birinizi dəyərli dostlar, dəyərli izləyicilər. Bugün mövzumuz təşvişdir. Təşviş pozuntularından danışacağıq. Çox maraqlı suallarımız var. Bizi izləməkdə qalın. Studiyamızın qonağı psixoterapevt Əli Nağıyevdir. Xoş gördük. Salam qızım. Ümumiyyətlə sizlə ikinci deyəsən müsahibədir. Keçən dəfə də böyük həvəslə o söhbətimiz başladı. Arzu edirəm, dedim bu dəfə də yəqin maraqlı olacaq suallarınız, fikriniz. Buyurun. Mövzumuz təşviş pozuntusudur. Belə bir hal var bugün cəmiyyətdə. Bəzi insanlar telefonlarına zəng gələn kimi və hər an pis xəbər eşidəcəklərindən qorxurlar. Ümumiyyətlə bu cür təşviş pozuntuları nədən yaranır insanlarda? Ümumiyyətlə təşviş sözünü araşdıraq. Çünki cəmiyyət çox vaxt işlədir. Hətta mən təcrübələnirəm. Özünə mütəxəssis deyənlər təşviş həyəcan pozuntusu işlədir. Bu yanlış sözdür. Elmi adı da oradan da təşviş pozuntusudur. Amma təşviş pozuntusu bir növdən getmir söhbət. Təşviş əsaslı pozuntular var. Bax, nevroz dediyimiz hal götürürük. Nevrotik pozuntular ki var. Nevroz indi işlənmir elmi termin kimi. Amma vaxtilə nevroz sözü Sigmund Freuddən götürüb işlədirdilər. Nevroz nəyə deyirdilər? Ağır psixi pozuntunun dışında, bir də şəxsiyyət pozuntusunun dışında nə varsa nevroz sayılır. Ağır psixi pozuntu deyəndə şizofreniya, bipolar pozuntu nəzərdə tutur. Bunu qoyuruq hələlik kənara. Şəxsiyyət pozuntuları var. Türkçədə kişilik pozuntusu deyirlər. Bunu da qoyuruq kənara. Qalır nevroz ağacı deyirəm ona mən. Yəni nevrotik psixi pozuntular. Orada 2 dənə budağı var. Ağac gövdə gəlir nevroz, 2 dənə budaq ayrılır. Depressiv tərəfi var. Ona deyirlər affekt pozuntuları. Affekt pozuntuları. Bir də var əhval-ruhiyyənin aşağı düşməsindən gedən. Bir də var təşviş budağı. Təşviş budağı da nədir? Onu izah eləməyə çalışacağım. Təşviş nədir ümumiyyətlə? Təşviş həyəcanın negatividir. 2 növ həyəcan var da. Sevgilim indi qapıdan girəcək həyəcanı var. Pozitiv həyəcandır da bu. Sevinç həyəcanı var. O da həyəcan. Orada da adrenalin olur. Orada da təzyiq qalxır. Orada da ürək xəstələri görürsə ölə bilirlər. Düzdürmü? Sevincindən ürək partladı, öldü deyirlər hərdən. Ürək xəstəsi o təşviş, müsbət təşviş olmayan, müsbət həyəcandan hətta ölə bilir. Yəni həyəcandır. 2 növ var amma. Bizi maraqlanan negativ həyəcan. Negativ həyəcan nədir? Bax, diqqətli olsaq, gələcəklə bağlı qorxudur. Gələcək deyəndə isə bir dəqiqə sonra olsun, fərqi yoxdur. Gələcək, yəni hələ gəlməyib ha bu. Nəsə pis bir şey olacaq. Nəsə pis bir şey olacaq. Nəsə pis bir şey olacaq. Bu təşviş budur. Bayaq dediyimiz məsələdə məsələn telefona zəng gələcək. Hə, nəsə pis xəbər işləyəcək, kimsə öləcək, qapıda öləcək, bəlkə gələn polisdir. Bəli. Çünki özündə olan problemləri daha da şişirtməyə meyilli olurlar. Məsələn, onlar hər şeyin ən pis tərəfini düşünürlər. Bu olur təşviş problemi. Təşviş nədir? Negativ həyəcan. Pis bir şey olacaq. Yəni, burada əsas xətt budur. Nəsə pis bir şey olacaq. İndi hissiyat olaraq ki, pis bir şey olacaq. Buradan bir neçə budaq çıxır. O budaq da budaqların şaxələri. Generalizə olunmuş təşviş pozuntusu var qızım. O da yəni ki, həyatın panika tutmalarından ibarətdir, qorxudan ibarətdir və salam. İşin gücün qorxmaqdır. Sonra var bir budaq var posttraumatik stres pozuntusu. Hansı ki oradan depressiya da yarana bilər, amma daha çox təşviş, qorxu yaranır. O bayaq danışdığımız təşvişi belə bir cümlə ilə, mən bu cümləni xoşlayıram, həmişə deyirəm. İlan vuran nədən qorxur? Alaçatıdan qorxur. Nədir alaçatı? İlana oxşayan ipdir da, ala rəngdə olanda, deyirsən, aha gürcədir, məni vuracaq. Çünki mənə bir dəfə gürcə vurub baxı. Gürcə keçmişdə vurub, amma mən nədən qorxuram? Gələcəkdən. Gürcə oxuyan bir şeydən ki, görsəm qorxu keçirəm və birazdan onu görməsəm də qorxuram ki, nəsə mənim keçmişdə pis şey olub, baxın, nəsə pis bir şey olacaq. Ya mənim başıma gələn pis şey mənim beynimə yazılıbdır, sadə desək. Ya qonşunun başına gələn pis şey mənim beynimə yazılıb. Ki bu da mənim də, insanda empati var axı, insanda güzgü neyronları var.
Başqalarının başına gələn şeylər beynimizə yazmaq qabiliyyətimiz var. Məsələn, çoxlu avariya, avtoqəza izləyən adamın özünün başına avtoqəza tezliklə gələ bilər. Qorxudan yaranırdı. Qorxur, həm onu özü elə bir sanki yaşamış kimi olur, özünə yazır da onu. Notca bu effekt yaranır. Ona görə təşviş belə bir şeydir. Müxtəlif budaqları var. İnsanlar var, indi siz mövzudan əslində bu sual yaranır. Ailəsindəki insanlar tez rəhmətə gedirlər. Ümumiyyətlə, bu cür insanlar fikirləşir, mənim məsələn, anam 40 yaşında rəhmətə getdisə, mən də 40 yaşında öləcəmmi? Yaxud da bizim ailədə əmilərim 60 yaşdan yuxarı yaşamayıblar, mən də 60 yaşa kimi yaşamayacam heç. Bu yaşamayacam heç deyirsə bu təşvişdir. Amma bəli, mən də 60-da ölmə ehtimalım var deyib sakitcə bunun qarşılığını almağa çalışırsa, bu ağıllı adam işidir. Ki, mənim atam 60-da ürək xəstəliyindən ölübsə, içki içən və siqaret çəkən idisə, deməli, mən nə içki içməməli deyiləm, nə siqaret çəkməli deyiləm və kardioloqda müşahidə olmalıyam. Amma sakit şəkildə. Bilirəm ki, bunlar mənə qarantiya alır və mən sakitəm. Ki, mən 60 il yaşamayacağım, çox yaşamaq şansım var. Bir də var, 60-da ölüb deyib, mən də 59 yarımda mütləq öləcəm deyib, təşviş formatında beyninə fikir yazır. O fikir də onu başlayır qorxutmağa. Bayaq söhbətdə ilan vuran alçaqdan qorxur. O başlayır qorxmağa təbii ki. Uzun müddət təşviş problemi yaşamaq, ümumiyyətlə təşviş və qorxularımız gələcəkdə bizi hansısa bir xəstəliyə, məsələn, qorxudan şəkər tapdım, yaxud da təzyiq tapdım, bu kimi xəstəliklərə gətirib çıxara bilərəm. Obyektiv elmi baxışı sadə dilə çevrilməsin üçün. Var psixosomatika, sadə izahla desək, var somatopsixika. Nədir bunlar? Psixosomatika psixologiyamızın bədənimizə təsiridir. Bədən xəstəliyi yaranmaz. Və somatopsixika nədir? Bədən xəstəliklərimizin psixologiyaya təsiridir. Bu dəfə də bunlar təsir edir. Ona görə qarşılıqlı ağırlaşdırmadan götürsək, şəkər xəstəliyi qorxudan yaranmır. Şəkərli diabetin inkişaf etməsi üçün davamlı xroniki qorxu nə edir? Təkan verir. Bunu deyə bilərik. Sonra miokard infarktı qorxudan yaranmaz. Amma davamlı psixoemosional distres yaşayan, stresin içində olan insan nə olur? Ürək qan damar sistemi xəstəliyi daha erkən üzə çıxa bilir. Bunlar bir-birini gücləndirir. Və ikinci, məsələn, mən ömrü boyu rahat adam olmuşam. Deyib gülən, yeyib içən, mənim yanıma elə bir bazburtlu, samballı kişilər gəlib də görsün. Vəzifə adamı yeyib içən, amma qorxu, təşviş içində gəlir. Qohumların yanında boynunu almır. Çıxardıram bayıra, deyirəm, ölümdən qorxursan. Deyir, hə, doktor, ölümdən qorxuram. Niyə qorxursan? Çünki infarkt keçirib bir dəfə. Kiçik infarkt keçirib, amma o infarkt nə edib onu? O hansı adamdır? O adam artıq heç bir stres yaşamadan infarkt keçirir. Nəyə görə? Çünki həyat tərzinə görə hərəkətsiz yeyib içmək, ürək damar tutulur, genetikası var. Taraf infarkt keçəndən sonra nə olacaq? O axı əvvəlcədən onu bilmirdi də. Ondan sonra baxmayaraq deyib gülən adam olub, emosional rahat adam olub, amma infarkt keçirib. Deməli, bu emosional rahat adamlar da infarkt keçirə bilər. Həyat tərzinə bağlı. Amma nə olacaq ondan sonra? Qorxu başlayacaq. Artıq bundan oldu somatopsixika. Bədən özü psixikanı pozur. Və bunda qorxu artıq neyroinfarktı ağırlaşdırır. Bu olur somatopsixika. Ona görə bədən və ruh bir-birinə qarşılıqlı təsir edir əlbəttə. Bədən halımız ruh halımızda, ruh halımız bədən halına. Və daha çox ruh halımız bədəni pozur. Hətta məsələn tədqiqatlar var ki, insanın eyni xarakterli travmalar alması onun düşüncəsinə bağlıdır. Eyni xarakter. Baxırsan, bir adamın, bir sürücünün maşını, mən özüm sürücü kimi müşahidə edirəm, avtomobil bu tərəfdən cızıqdır da, yəni əziyi var, batığı var, amma yenə də gəlib sağdan girir. Bu da batığı var, bu düşüncəsində, amma dəyişməyib. Yenə həmin yerdən vurub onu əzəcəklər, ya kimsə əzəcək. Ona görə elə bədən travmamızda, bədənlə avtomobil miqyasda fərqli olsa da, o da bədənimiz də bir avtomobilimizdə, ruhun avtomobilidir. Bədən travmalarımızın xarakterində bir eynilik var. Adam eyni tərəfdən həmişə çox vaxt izləyənlər özlərini sual versinlər, travmalılar. O nə deməkdir? O demək ki, travmanın psixologiya ilə əlaqəsi yəqin ki var. Hətta travmalar, o ki, digər xəstəliklər olur. Onkologiyanın var. Statistik tədqiqatlar göstərir ki, xərçəng xəstələri davamlı küsən, ona deyirlər təşviş tipli bağlılıq, qaçan tipli bağlılıq, insanın şəxsiyyətində olan inciməyə meyillik var. Onda inciməyə meyilli adam bəli, o bədxassədə inkişaf edə bilər. Amma xalis qorxu keçirən təşvişləri təbrik edə bilərəm. Onlarda demək olar ki, belə ağır xəstəliklər olmur. Çox maraqlıdır. Ürək qan damar sistemi ola bilər, amma xərçəng olma ehtimalı azdır. Ələkim, ümumiyyətlə cəmiyyətdə belə bir ifadə var, kişi adam qorxmaz. Ümumiyyətlə bu kişi adam qorxmaz ifadəsi kişilərdəki bu qorxunu maskalamaq üçün istifadə olunur, yoxsa ümumiyyətlə bu qorxu və təşvişi həqiqətən yox edilmə? Çox gözəl bir şeyə toxundum məqama qızım. Nəyə görə? Təşvişli pasiyentlərimin çoxu kişidir, kişi xeylalıdır, erkəklərdir. Bəli, elə ona görə. Uşaqlıqdan kişisən ağlama və kişisən qorxma. Gizlənir onlar. Yəni insan öz qorxularını, bilsən, baxırsan qarşısında kişi xeylə əyləşib, bütün həyatı qorxusunu bastırmaqdan ibarətdir. Adam yorular da.
gərginlikdə yorulacaq. Üzə çıxır bir gün o qorxular. Daim elə bir nəsə sıxıb saxlamasa adam qolları yorulur. Kobud bir misal deyirəm. Eləcə də sən psixi olaraq bastırırsan o qorxuları. Dəhşətlə qorxursan, yaxınları itirməkdən, uşaqları itirməkdən bir gün partlayır. Necə partlayır? Təşvişli pozuntuya çevrilir. Obsessiv kompulsiv pozuntuya çevrilir. Kişi xeylağı 3 dəfə qapıda belə tıqqıladır, heç kim də görməz. Sakitcə eləyir ki, birdən 3 dəfə vurmasam, 3 uşağım var, 3 dəfə vurum ki, 3-ü də sağ qalsın. 2 dəfə vursam, biri öləcək. Bu olur nə? Təşviş əsaslı bir xəstəlik, obsessiv kompulsiv pozuntu. Əlimi 1 saat yumasam təmiz olmayacaq. Uşaq vaxtı zorlama olub, özünü çirkli hesab eləyir və əllərini yumaqla güya ki, beynini təmizləyəcək. Özünü asıl deyil. Mən yadına düşəndə ki, fiziki zorakılığa məruz qalıb, cinsi zorakılığa. Onu başa düşəndə, təhlil edəndə, o adama qarşı fikirlər dəyişəndə, emosiyası sakitləşəndə əl yumaq azalır avtomatik. Ələkim, adətən narahat insanlar, stresli olan insanlar gecə yata bilmirlər. Onlar deyirlər ki, beynim susmur, yəni bir türlü mən yata bilmirəm. Ümumiyyətlə, bu cür insanlara əlavə olaraq, yanaşı dəstək olaraq siz məsələn qabafoz tövsiyə elədinizmi? Bax qızım, yata bilmirəm deyən adamın psixi səbəblərini araşdırırım. Psixi səbəblər aradan qaldırandan sonra yeni yuxu rejimi formalaşdırmasın, yeni düşüncə beyinə əkirik. Beyinə əkdiyimiz yeni düşüncə terapiyanın zirvəsi sayılır da, kognitiv behavioral terapiyada düşüncəni dəyişəndən sonra yeni düşüncəni beyinə əkməliyik ki, onun emosiyaları və davranışı dəyişsin. Yəni yuxu tərzi dəyişsin. O məqamda yuxunun özünə yox, məhz o yeni düşüncəyə kömək edir, qabafoz kimi qida əlavələri istifadə edirəm. Məsələn, o məqamda qabafoz istifadə etsək, o qida əlavəsi o düşüncə, yeni əkilən düşüncəyə dəstək olacaq. Çünki qabafoz sinir sisteminin funksiyasını yaxşılaşdıran tikinti materialı verir bizə. O mənada. Amma belə bəzi hallarda məcburuq ki, psixiatrik dərmanların təyinatına yol açaq. Psixiatrda müraciət edək. Amma qabafoz kimi dərmanları yenə deyirəm, təbii yolla sinir sisteminin o gücünü artırır. Amma müalicə effekti tam verə bilməz. Çünki yuxunu insan düşüncə narahat edib yatmırsa, o düşüncəni düzəltməliyik. Beyin susturmalıyıq da, yəni. Beyin susmalı yox. Niyə susmadığını öyrənməliyik. Beynimizlə dostluq eləməliyik. Ora girən virusları, troyanları, o kompüterə girən hər şeyi göz qabağına gətirib, gözdən itələməməliyik. Göz qabağına çıxardıb, üzə çıxardıb həll eləməliyik. Hansı düşüncədən yaranıb bu qorxular, o düşüncələr nə vaxtdan başlayıb. Dəyişirik onu, o yeni düşüncəni beyni əkən müddətdə də qabafoz kimi preparatlar bizə dəstək olur, kömək edir. O nəhayətdə yuxu da yaxşılaşa bilər. Təşviş problemi olan insanlarda çox vaxt yaddaşsızlıqla bağlı əks olaraq problem yaşayırlar. Bəzən oxuduqları məlumatı belə yadlarında saxlaya bilmir. Ən çox bu imtahana hazırlaşan gənclərimiz arasında rast gəlinir. Çox həyəcanla, stressdən oxuyurlar, heç nə yadlarında qalmır. Ümumiyyətlə, bu hal nədən baş verir və dəstək olaraq biz həmin gənclərə necə kömək edə bilərik? Baxın, gənc olsun, yaşlı olsun, bu gənclərdə imtahanda daha çox üzə çıxır. Belə bir hal var insan psixikasında. İnsan bir şeyi yadda saxlamaq üçün diqqətini cəmləməlidir. Razısan məndən qızım? Və təkrar diqqətin cəmliyində yadına saxlaya bilər ki, o telefonun forması nədir? Gözünü yumub yaddaşını canlandırmaq. Yeri gəlmişkən yaddaş məşqləri belə aparılır. Gözünü yum, yaddaşını canlandır. Əlinə bax, məsələn, 3 dəqiqə. Sonra gözünü yum, əlinin çəkini xəyalında çək. Göz yaddaşı da o dediyinizdə. Bütün cizgilərlə. Yaddaş fərqi yoxdur. Yaddaşın növləri vardır. Bəli, qulaq yaddaşı, göz yaddaşı, söz yaddaşı və s. Və yaddaş ona görə zəifləyir təşviş insanlarında ki, diqqətini cəmləyə bilmir. Fikri qorxusunun yanındadır. İmtahan axırı nə olacaq? Mənə pis baxacaqlar, valideynim nə deyəcək? Filan şey. Valideyni yükləyir axı bu tərəfdən ki, nəticə yaxşı olmalıdır. Uşaqda bir gərginlik var. Və bu şəkildə imtahana keçir, təbii təşviş o qədər güclü olur ki, diqqətini suala cəmləyə bilməz, cavabını da yaza bilməz. Və vaxt keçər, heç nə yazmaz. Belə halda psixoterapiya aparılmalıdır. Valideynlə birgə aparılmalıdır. Sistemli işlənməlidir. Və əlavə də müəyyən mikroelement, qida əlavəsi, sakitləşdirici bitkilər dəstək verilə bilər. Bir həkim bazalı mütəxəssis kimi bu dəstəyi verə bilirik. Və bayaq adını çəkdiyimiz qabafoz da burada da yarayır. Çünki sinir sistemi bəxtinin funksiyası yaxşılaşmalıdır. O da diqqət cəmləməyə dəstək olur, bəli, əlavə dəstək kimi. Adətən uşaqlar qida əlavəsi yaxud da ki, dərman qəbul etməyə qorxurlar, fikirləşirlər ki, mən bunu qəbul edəsim, imtahanda mənə yuxu verər, bildiklərimi də yaza bilmirəm. Bu dərman deyil axı. Qabafoz tipində preparatlar dərman sayılmır, qida əlavəsidir və yoxlanmış qida əlavələri. Qida əlavəsi demək deyil, hamısı zərərsizdir. Amma qabafoz tipində, yəni səviyyəli təqdim olunan, araşdırılan, nazirliyin və digər orqanların nəzarətindən keçən əlavələr, təbii onlar rahatlıqla təklif olunmalıdır. Uzun müddət bəs Əli bəy, stress, həyəcan, təşviş pozuntusu yaşayan insanların gələcəkdə Alzheimer yaxud da ki, demensiya olma riski nə qədər yüksəkdir?
maraqlı sualdır. Bunu həkimlər, alimlər də araşdırır. Hələ dəqiq heç nə deyə bilməyiblər. Alzheimerin yaranmasında beyni işlətməmə faktoru var. Tənbəl beyin. Bu da dolayısıyla ola bilər. Çünki nəyə görə? Təşvişli insan beynini az çalışdırır. Bir tərəfdən nə barədə az çalışdırır? Qorxunun mənşəyi istiqamətində az çalışdırır. Mahiyyətlə bağlı. Niyə sualına az cavab verir? Nə sualına cavab verir, amma niyə, necə bu olubdur sualı işlənmir. O mənada bəlkə ola bilərmi? Bəlkə olar, amma bu elmi cavab deyil. Elmi cavab odur ki, çalışmalar onu göstərir ki, Alzheimerin, o da əlaqə görülüb ki, Alzheimer o ki insanlardır ki, birinci genetik faktor var, çox vacib faktordur. İkinci də intellektual sistem çalışdırmayan, ki məsələn şahmat bunu çalışdırır, müəyyən riyazi məsələ çalışdırmayan insanlarda olma ehtimalı yüksəkdir. Amma dəqiq deyil bu, ki hamıda bu olacaqmı? Adam var, beynini çalışdırmır, heyvan tərzi yaşayır bu dünyada. Heyvan tərzi dünyada gözü sapasağlam, deyib gülə yeyib içən. Soruşsan ki, məsələn, filan şey niyə baş verdi, xəbəri yoxdur. Elmi sıfırdır. Şahmat ümumiyyətlə oynamır, amma gözəl də, rahat da yaşayır, ağlı başında. Dünyavi məişət məsələlərinə gözəl başa çıxır və kim istəyirsən Allah'da çaya su aparıb su gətirir. Onlar rahat yaşayırlar. Alzheimer biraz sual yaradan bir mövzudur, əlbəttə. Xoşbəxt olublar da yəqin ki, həmin insanlar. Amma genetik faktor orada da çox. Şizofreniyada olduğu kimi Alzheimer'də də düzdür, ayrı xəstəliklərdir, ayrı qrupa aiddir. Amma yenə də genetik faktorlar çox önəmlidir. Bir çox xəstəliklərdə əslində genetik meyl ən vacib şərtdir. Son dövrlər insanlar arasında panik atak ifadəsini biz çox eşidirik. Adətən bunu ya stressdən ya da ki, təşviş pozuntusu ilə səhv salırıq. Ümumiyyətlə, panik atak təşvişdənmi yaranır? Belə deyək, panik atak dediğimiz şey panik hücumdur da. Atak o qədər belə elmi termin kimi yazıblar beyinlərə. Türkiyədən gəlib də bu məlumatlar. Bax, biz Rus məktəbinin müdavimi idik. İndiki gənc psixologlar keçib Türkiyə məktəbinin müdavimləri. Düzdür, mən nə qədər buna bir nevi qarşı çıxılmış olsa da Rus tibb məktəbinin və psixologiya məktəbinin, Rus fiziologiya məktəbinin akademik baxışını daha çox bəyənirəm. Amma yenə də panik atak sözünü oturdublar. Rusça ona paniçka ataka deyirlər. Tərcümə eləyək, panik hücum. Panikanın bizə hücumu deməkdir. Hücum eləməyi panikanın. Panika nədir? Panika şiddətli qorxu deməkdir. Şiddətli qorxu necədir? Ya öləcəm, ya ağlımı itirəcəm qorxusudur. Ya öləcəm, ya da huşumu itirəcəm, ağlımı itirəcəm. Yəni özümün kontrolu itirəcəm qorxusudur. Dərinlikdə isə bəli, yox olmaq qorxusunun hücumudur. Panik atak qızım xəstəlik diaqnoz deyil, bir əlamətdir. Qızdırma varmı? Qızdırma. Qızdırma qripdə də olar, pnevmoniyada da olar, bir çox xəstəlik, malariya qızdırması da olar. Qızdırma əlamətdir burada. Xəstəliklər müxtəlif. Fikir verirsən, panik atak, yəni panik hücum da odur ki, panik hücum o vaxt olur ki, insanda bazada qorxu tipli, təşviş tipli xəstəlik var. O cümlədən generalizə olmuş təşviş pozuntusu və panik atak tutmaları olur. Panik pozuntu deyə bir pozuntu var. Panik atak o qədər çox olur ki, bunun həyatı elə panik atakı gözləməkdən ibarətdir ki, daim qorx, panika bu dəqiqə tutacaq məni. Bu panik pozuntu deyirlər. Bu da bir ağır xəstəlik formatıdır. Sonra fobik pozuntu, fobiyalar, qorxular. Müxtəlif qorxularda da panika tutmaları ola bilər. Bu üç növün adını çəkdim. Bir neçə çox belə nevrotik tipli psixi pozuntular var ki, hamısında panik atak hücumları olur. Ayrıca diaqnoz yoxdur elə. Və panik atak dediyim nədir? 3 dəqiqədən 20 dəqiqəyə qədər davam edən, yox olma qorxusu ilə müşahidə olunan şiddətli bir qorxu halıdır. Ki, bəzən səbəbsiz başlayırmış kimi gəlir. Amma heç vaxt səbəbsiz başlamır. Məsələn, maraqlı bir fakt deyim sizə. Ölüm qorxusu, bazalı panika hücumları adətən bir hava qaralanda başlaya bilər. Qış fəslində arta bilər. Adi bir ölüm haqqında bir rilsə baxıb da yadından çıxıb, amma rils onda qaynağı yaradır və axşam onda panika tutması başlaya bilər. Xatırladım. Mənim düşüncəmə görə bəli, səbəbsiz başlamır. Sənə elə gəlir ki, səbəbsiz başlayır. Mütləq bir trigger, bir işə salan bir tətik mexanizm orada var. Ona deyirlər panik hücum. Və bu çox şiddətli bir haldır. Panika özü o qədər. Yəni qorxunun özü adamı qorxudur. Bir var nədənsə qorxursan. Bir dəfə panik elə bir haldır ki, panikanın özündən qorxmağa başlayırsan. Halbuki fiziki cəhətdən sağlam adamın panika heç nə eləməz. Yəni səndə miokard infarkt diaqnozu yoxdursa, mədə xorası yoxdursa, ağır bir xəstəlik diaqnozu yoxdursa, panika tutmaları sənə heç nə eləməz. Adətən sağlam insanlar qorxurlar. Məsələn, baxırsınız keçir, problemi yoxdur əslində. Gedir analizlərini keçir, tam sağlamdır. Onda ölüm qorxusu fazlasıdır. Bəli, bir də o necə başlayır özə baxın. Adam nə işə istifadə edib, narkotik tutaq ki. Səhər tərbiyə də sistemi də ki, buna qarşı olub tərbiyəsi. Düşüb bir çevrəyə bir dəfə istifadə edib. Həm qorxu yaradıb bunu, görmən nə elədim. Həm də onun bir təsiri var axı. Səhərsi ilk dəfə təzə başlayan adam, narkotik istifadə edən adamda səhər ürək bulanmalar, qusmalar halları, ürək döyünmə və s. olur. Onun hətta elə o istifadə vaxtı ürək döyünmə tuta bilər onu. O momentdə onun beyninə bir şey çökür. Mən bu da öləcəm, mən bu da öləcəm. Gedir həkimlərə, təzyiq ölçdürür, bir şutqa bununla məşğul olur.
Amma həkimlər desə heç nə oturmur, qan etmir. Axı mən hiss edirəm ki, mən ölürəm. O oturur yaddaşa. İstənilən kiçik ürək döymədə panika tutması başlayır. Ki, çatda bilərəm. Gedir ki, həmin əvvələ, o məclisə, onun çəkdiyi, o, istifadə etdiyi o marixuana bitkisinin söhbətinə, mövzusuna və yaxud da spirtli içki olsun, fərqi yoxdur. Adamda bazada buna qarşı negativ var idi. Gəldi, amma çevrəyə düşdü, dairəyə düşdü, bunu içdi. Həmin tarixə qayıdırıq, o emosiyasını düzəldirik və məlum olur ki, indiki ağılla o vaxt olsa qorxmazdı. Başa düşər ki, bu ürək döyüntü sadəcə adrenalindəndir. İndiki ağlından o vaxt qorxmaz dedimi, terapiyə başlayır artıq, rahatlamağa başlayır. Öz-özünüzdə. Panika bu cür müalicə olmalı. Panika dərman verib bastırmaq, bayaq dediyim kimi bastıra durmaq adam daha da ağır vəziyyətə salır. Qorxunun üzərinə getmək deyə bir ifadə var. Aha, çox Məsələn, vacibdir. maşın sürməkdən qorxanda bilirsiniz, sürməlisən ya zəlzələdən qorxan. Kimsə vurub əzməlisən. Ya zəlzələdən qorxan insanlar hündür mərtəbəli binada deyirlər, mən yaşaya bilmərəm. Qızım, baxın, maraqlı bir şey var. Doğrudan da vacib sual. Bunun nə vaxt üstünə gedərsən, o vaxt üstə gedərsən ki, qorxu səni idarə edən həddə deyilsən. Sən hələ ki qorxunu idarə edirsən. Misal, mən liftə minməkdən o dərəcədə qorxuram ki, liftə ümumiyyətlə minməyib 20 mərtəbə piyada qalxmağa hazıram. Bu halda üstə getmək mümkün deyil və o adamın şiddəti artar, təşvişi artar. Zorla onu tutub liftə salsan, ürəyi partlayar deyək də. Ürəyi partlamır, ha. Yəni, qorxunu daha da şiddətləndirərsən və ağır bir psixi duruma salarsan insanı. Bir də var, sən qorxursan, amma qorxunu idarə edirsən. Adam var, məsələn, təyyarə minməkdən qorxur, amma minir, gedir dünyanı gəzir, qorxa-qorxa minir, qorxa-qorxa gedir, qayıdır. Ha, o qorxun üstə getdikcə, təyyarəyə daha çox mindikcə, çünki hələ qorxunu idarə etmir, axı bu qorxunu idarə edə bilir. Ona nə olur? Başlayır qorxu azalmağa, öyrəşir. Öyrəşdikcə görə, bu heç nə olmur. Mənə. Gedirəm, gəlirəm, heç nə olmur. Başlayır qorxu azalmağa. Bu ekspozisiyadır. Qorxu üstə getməyə psixoterapiyada ekspozisiya deyirlər. Adam gəlir, bəli, deyir ki, mən qorxuram, amma minirəm. Bu xəstəlik, fobiya halı deyil. Bu ümumiyyətlə ümumi təşviş tipli bir haldır. Orada qorxu üstə getməyə məcbur edirik. Çünki sən heç nə olmayacaq sənə. Və beyin də oyaqdır axı orada. Qorxu beyni idarə etmir. Beynim oyaqdır deyə hər dəfə nəticə çıxardıram ki, mənə heç nə olmur və başlayır qorxum azalmağa. Bəzi insanlarda əks təsir də yarada bilər də. Məsələn, Kamal Sunal Türklər Bilirəm, beşinci. Onda məcbur edib mindiriblər. Məcbur mindiriblər. Əlbəttə, o minmirmiş ümumiyyətlə. O ürəyində də problem var imiş deyə süstə düşüb, qorxu bayaq dediyim kimi ola bilsin belə bir ölüm halı olubdur. Yəni, söhbət nədən gedir? Onu deyirəm də mən də, qorxu mənim beynimdən güclüdürsə, düşüncəmdən güclüdürsə, mən onu etməməliyəm. Getməməliyəm o qorxunun üstünə. Onda zərər görəcəm. Yox, əgər mən idarə edə bilirəmsə, bayaq dedim də, liftdən qorxuram, amma minirəm. Daha çox min, onda qorxun azalacaq. Çünki görəcəksən ki, heç nə olmur. Vay o gündən ki, amma bir dəfə bunu özünə elə eləyib, lift dayandı. Onda artıq o fobik fozuntuya çevriləcək. Ona görə mütəxəssisdən qaça bilməzsiniz. Mütəxəssisə gəlmək olacaq sizə vəl-axır. Vaxtında gəlin ki, kökləşməmiş, betonlaşmamış, onu təmizləyə bilər. Yeni fikir düzəldə bilər beynimizdə. Bir də dərmanlar da, üzr istəyirəm, dərmanlar. Məsələn, Qabafos qida əlavəsidir. Mən dərmandan danışıram. Dərmanlar da fikirləri betonlaşdırır. Antidepressantlar boğur və fikirləri betonlaşdırır. Vicdanlı mütəxəssis, nevroloqa bir də gedirlər, bu yanlışdır, əslində psixiatra getməlidirlər. Vicdanlı mütəxəssis deyir ki, dərman sənin düşüncəni dəyişməz deyir. Vicdanlı mütəxəssis ki, deyəcək, dərman düşüncəni dəyişməz. Get, psixoterapevtlə əlavə məşğul olsun. Dərman müvəqqəti bir yardımdır. Bəzi hallarda, 10 haldan birində vəziyyətdən çıxa bilər. İstərdim ki, gənclərə tövsiyələrinizi verərsiniz. Çünki son illər deyərdim ki, ən çox təşviş, stres pozuntusu yaşayan insanlar məhz gənclərimizdir. Gələcəklə bağlı qayğıları, həm maddi ola bilər, həm psixoloji vəziyyətlər ola bilər. Onlara tövsiyələriniz nə olardı? Nədənsə özümün gənc dönəmi yadıma salıram. Düzdür, mən gənc istəyirəm, amma yaşca gənc deyirəm. Biz oxuyanda Sovet dağılırdı ətrafımızda, dünya dağılırdı da, struktur dağılırdı. 91-də mən tibb universitetində oxumağa başlamışam. Amma o qədər gələcəyə ümidli və həvəskar idim. Şəxsən özümü deyirəm, öz payıma deyirəm. Sorular araşdırmışam ki, bu nədəndir? Bu ondandır ki, mən 13 yaşından, atamı itirəndən Allahı tapmışam. Və güvənlə yaşamışam o cəhətdən. Sumqayıtda böyümüşəm qızım. Mühəndis və müəllim ailəsində. Məni o şəraitdə ki, mən böyümüşəm, məni bugün heç kim tanımamalıydı və ya bəlkə də o vaxtki Sumqayıtı xatırlayıram, başqa çevrələrdə olardım. Bəlkə də narkotik istifadəçisi ola bilərdim. O ki, mən atam Allah yerində idi əvvəlcə, o travmanı aldım, bir il o travmadan çıxarmaya bilmədim və bir ildən sonra məntiqimlə Allahı tapdım, 14 yaşlarım civarında.
ondan bugünə mən heç vaxt ümidsiz və təşviş içində olmamışam. Qayğılar düşünməmişəm gələcəkdə. Əksinə uğurlar və nəsə etmək düşünmüşəm. Gənclərə tövsiyəm budur ki, Allah deyirik də biz. Əslində bu Allah İslamdan gələn ərəbcə sözdür. Allah deməyək, Tanrı deyək bəlkə daha ümumi olsun. Ali şəxs, ali mən, ali mənimizi tapmalıyıq. O ali mən okean dolu sevgi və ümiddir. Tapa bilmirlərsə gənclərimiz müraciət eləsin. Bizdə bu xüsusi məktəb var. Mental yoga deyirəm o məktəb. Adını elə qoymuşam. Düşüncənin yoqası. O ali məni düşüncə ilə tapmaq və o ali məni daim xatırlayaraq yaşamaq sizi istənilən təşvişdən çıxardar. Stresinizə girəcəksinizmi? Girəcəksiniz, amma distres halına düşməyib geri qayıda biləcəksiniz. İnsan aşıq gördüyünü çağırır. Və elmən də belədir. Və elmən də inanc yox, biliyi olanlar daha rahatdır. 2 üstə gəl 2 neçədir? Deyir 4. Bundan rahatsam, rahatam çünki bunu başımla hesablamışam. 2 barmaq üstə 2 barmaq, 4 barmaq. Yəni, ali mənimizi, ruhların sahibini, bu kainat oyununun proqramistini məntiqlə tanıyandan sonra təşviş qəti olmaz. Və gələcək qarşısında olmaz. Üstə gəl də, sizi yüklüyürlər, mütləq evlənməlisən, mütləq filan sayda uğurlu olmalısan. Amma adam var, yalnız mototsikl sürmək istəyir. Elə yaşamaz, ondan həzz alır. Qız uşağı var, 12 yaşında. Anası mütləq həkim olmalısan deyir. Bu isə müğənni olmaq, ifaçı olmaq istəyir. Bir də cəsarətiniz olsun, öz arzularınızın dalınca getməyə bacarın. Sizin beyninizə təlqin olunan filan şey olmalısan fikirləri yox. Sən özünü əgər maşın ustası kimi görürsənsə, sən həkim olmalı deyilsən. Gəlib maşın ustası olmağın və ya operator olmağın və ya jurnalist olmağın daha yaxşıdır. Ay nə bilim, süni intellekt var indi, müğənnilər batacaqlar. Ay nə bilim, o vaxtı kalkulator çıxanda deyirlər ki, riyaziyyat batdı. Riyaziyyat elmi batmayıb ki, o kalkulator çıxanda. Bizim 80-ci illərdən danışırıq. Biz kalkulatorlar tezə çıxardı, yayılırdı. Baxın, niyə bunu deyirəm? Təşvişin içində sevgi travmaları mühüm rol oynayır. Məni filan kəs aldatdı, mən daha şəxsiyyət qura bilməyəcəm. Ali məni tapmağın içində ən vacib komponent nədir? Əsl doğmanı tapırsan, əsl sevgi obyektini tapırsan və Allahı sevən, ali mən, ali şəxsi sevən digərlərin sevgini məntiqlə paylayacaq və heç kimdən sevgi ummayacaq. Çünki sevgi ummaq və sevgini itirmək qorxusu təşvişin ən böyük hissəsidir. Xoşbəxt, sağlam olsun gənclərimiz. Daim sağlam olun. Məncə çox maraqlı bir müsahibə idi Əli müəllim. Həmişəki kimi digər müsahibələrimizə çox yaxşı baxıldı, çox müsbət şərhlər aldıq. Bu müsahibəmizdə əminəm ki, çox yaxşı izlənəcək. İzləyicilərimizə bildirmək istəyirəm ki, bugün studiyamızın qonağı psixoterapevt Əli Nağıyev idi. Suallarınız əgər yarınca şərh bölümümüzə yaza bilərsiniz və Əli müəllim də əlaqə nömrəsini qeyd edəcəm. Özünə də müraciət edə bilərsiniz. Həmişə sağlam qalın, sevgi dolu qalın. Görüşənəndə gözünüzə yaxşı baxın.